Bir qrup tələbə qızın sosial şəbəkələrdə paylaşdıkları şəkillər götürülüb, süni intellektlə dəyişdirildikdən sonra qeyri-etik formada yenidən paylaşılıb. Silmək üçün isə pul tələb edilib. Son günlər bununla bağlı elə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bildirilib ki, hadisə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxuyan tələbə qızların başına gəlib. Biz də universitetə yollanıb faktı dəqiqləşdirməyə çalışdıq. Jurnalistika fakültəsinin tələbəsi Zeynəb Həsənova deyir ki, nəinki hüquq fakültəsində oxuyanların, bu problem universitetin digər fakültələrində oxuyanların da başına gəlib. Elə onun özünün də. Biz bu universitetdə görürük, hətta bu mənim də başıma gəlmişdi. Yəni çox çətin məsələdir. Mənim də şəklimi yaymışdılar. Çox çətin idi mənim üçün təbii ki və bir neçə qızlarına başına gəlib bu başqa fakültələrdə. Profil şəklimi götürüb, qeyri-etik şəklində AI deyirik də, intellektlə düzəldib, digər platformalarda paylaşıb yaymışdılar. Səndən də pul istəmişdilər? Bəli. Instagram takimdə bir qız var idi, onun adından başqa bir səhifə açıb bizdən pul istəyirdilər. Mən artıq pul göndərdim, qız mənə zəng vurdu ki, bəs Zeynəb, mən o deyiləm. Paylaşımı kimin etdiyi bilinməsə də, bu məsələ xüsusən də xanım tələbələri çox narahat edib. Məncə düzgün deyil. Yəni qadınlar sonra şəkillərin yayıldığını gördüyü zaman, yəni cəmiyyət içinə çıxmaqdan utana bilərlər, intihara apara bilər bu problemlər. Məncə çox pis şeydir. Yəni elə adi profil şəklimizə şəkil qoysaq, biz niyə qorxmalıyıq? Məsələn, heç şəkil qoymasaq, kimsə nəyəsə xoşuna gəlmir, o elə çöldə onu çəkib harasa paylaşa bilər. Yəni onunla heç bir problem deyil. Bakı Dövlət Universitetindən sorğumuza cavab olaraq məsələ barədə hüquqi müstəvidə addımlar atıldığını bildirdilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparıldığı qeyd olundu. Nigar Polad, Yusif Kərimli, Samir Qasımov, Xəzər xəbər. Kütüyün içindən sizə meşə balı çəkib göstərəcəyəm indi. Hər biriniz izləyin, misli bərabəri görülməyən bir şey bura baxın. Bir bunun axışına baxın. Bir bunun süzülməyinə baxın siz. Bəli, əziz dostlar, sırf naturalli meşə balıdır bu. Kim əgər istəsə Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuz olacaq. 051 546 39 39 zəng edirsiniz. Ünvanınıza qədər də göndərib çatdırmamız tam pulsuz olacaq. Üstəlik sizlər üçün möhtəşəm bir kampaniya elan eləmişəm. Bir balon alırsınız, 1 kiloqram da mən Araçı Vidadi tərəfindən sizə hədiyyə olunacaq. Ona görə də hər biriniz 051 546 39 39 zəng eləyin. Azərbaycanımızın bütün şəhər və rayonlarında çatdırma pulsuz olacaq. Öncədən də heç birinizdən 1 qəpik də ödəniş biz almırıq. Bal gəlib çatır sizə, bala baxırsınız, ondan sonra ödənişinizi eləyirsiniz. Sağ olun, var olasınız inşallah.